Salam, deməli bugün güvən test toplusundan 2024-cü il nəşri 25.3 yəni sülfat turşusu suallarına baxacağıq. Hardasa 90-a yaxın sualdır. Keçdik birinci sualdan başlayırıq. Deməli dəmir üstünə sülfat turşusu əgər hidrogen verilibsə, deməli duru sülfat turşusudur və feryum SO4 alınır. Baxaq, qatı deyil, SO2 alınmır. Alınan duz dəmirin variantı 2-dir, doğru. Yalnız 3 doğrudur. Bizdən də doğrular istədiyinə görə uyğun cavab C variantı. İkinci sualda hansı qazları qatı sülfat turşusunun köməyinə qurutmaq olmaz? Qatı sülfat turşusu kimlə reaksiya girirsə, onun sözünə kim baxırsa, onunla işi yoxdur. Yəni onları qurutmur, belə deyək. Buradan da qatı sülfat turşusuna reaksiya girən amonyakdır. Digərləri reaksiya girmir. Ona görə də yalnız ikinci, yəni Y variantını qurutmaq olmaz. Hansı qabdan hidrogen qazı ayrılar? Duru, sink duru sülfat turşusu məhluluna girəndə buradan hidrogen qazı çıxır. Natrium duru qatıya gedəndə buradan H2S çıxır. Su natrium hidridlə reaksiyasından buradan da hidrogen ayrılır. Yəni bunu da götürürük. 1, 3 uyğun cavab olacaq Y variantı. Növbəti 4-cü sualda, deməli anyonumuz S2- və SO4 2- -dir. Anion təyin edən kation, yəni kükürdlə BDT çöküntü verən kalsium, görək buradan hansını məsələn götürək. Natriumdan başqa digərlərini götürmək olar. SO4-də isə SO4 bariumla çöküntü verir də, barium SO4. Deməli kalsium S də çöküntü götürülmür. Düzdür, sülfidlərdən biz natrium, kalium, amoniumu deyirik adətən. Amma testlərdə gördüyümüz kimi kalsium S-i yəni çöküntü olaraqdan götürmürlər. Ona görə də burada kuprum S çöküntüsü qara rəngli və barium SO4. Buradan da B variantı götürülmüş olacaq. Yəni kalsiumu düzdür qeyd etməsək də çöküntü götürülmür. Necə ki alüminium kimi. Qatı sülfat turşusu hansı metalla reaksiya daxil olmur? Qatı sülfat turşusu deməli hansı metalla reaksiya daxil olmur? Pasiv metallardan qızıl, gümüş, daha doğrusu qızıl, platin, iridium bu kimi deməli uyğun cavab da olacaq Y variantı. 6-cı sualda deməli sinkin sülfat turşusunun reaksiyası falan. İndi bizdən nəyi soruşur? 6-cının cavabı yoxdur. Yəqin soruşmaqsa ki, hansında durudur. Çox güman ki, elə bir şey soruşur. Ya da hansında qatıdır. Yəni, sual olmadığına görə tam olaraq da bilmək olur. Məsələn, ən azından buradan deyim, indi kimsə qabağına çıxar, bəlkə o biri nəşrlərdə verilibdir. Deməli, burada hidrogen çıxıbsa durudur. Burada qatı yaxud da ki, duru olduğunu necə təyin edirik? Duru ilə reaksiya getmir. Əgər reaksiya gedib kuprum SO4 alınıbsa, deməli bu qatıdır. Sonra feryum SO4 2 variantı ilə alınıbsa, deməli ki, bu da durudur. İndi hansını soruşur bilmirəm. Durunu soruşursa 1, 3, qatını soruşursa B variantı yalnız 2. İndi sualı tam olaraq bilmədiyimizə görə bu şəkildə. Keçdik 7-ci sualda duru sülfat turşusuna reaksiya daxil olmayan, qatı sülfatla reaksiya daxil olan və SO2 əmələ gətirən bu pasiv metallardandır. Qızıl ümumiyyətlə daxil olmur, bu heç. Və pasiv metallardan da misi seçirik. 7-də Y variantı. 8-ci sualda deməli X su qarışığı, su buxarı qarışığı qatı sülfat turşusundan keçirilir. Su buxarını təbii ki, qatı sülfat turşusu tərəfindən udulacaq. Amma X görünür ki, bundan reaksiya getmir. Reaksiya getmirsə bu hidrogen ola bilər. Reaksiya getmirsə. Sonra CO, dəm qazı, deməli duz əmələ gətirməyən oksiddir və qatı sülfat turşusundan reaksiyası yoxdur. Bunu da götürə bilərik. Amonyak isə olsaydı qalardı orada. Bu reaksiya girməyib çıxıbsa 1, 2 uyğun cavab D variantı. Keçdik 9-cu sualda hansı halda reaksiya üçün duru turşu götürülmüşdür? Hidrogen ayrılıbsa deməli bu durudur. Elə A variantı. Digərlərinə SO2 qatını göstərir. Reaksiya gedibsə qatıdır. S alınıbsa qatılığın o faizlə S də alına bilərdi, H2S də alına bilərdi. Məsələn, SO2 də alına bilərdi kimi götürürük maqneziumda. Xrom həmçinin 3 variantlidirsə deməli qatıdır. Uyğun cavab A variantı. 10-cu sualda kalsiumun sülfat turşusunun reaksiyasını verib. Deməli, tənliyə əsasən deyir A və X-i müəyyənləşdirin. Təbii ki, burada əmsallar verildiyinə görə rahatdır. Deməli, buradan biz 3 dənə məhsul var. Görürük ki, su da çıxıb, yəni qatıdır.
qatı sülfat turşusudur və qatı sülfat turşusu da H2S verəcək. Deməli, bu və yaxud da bu. İndi əmsalını neçə olacaq? Bunda hidrogeni əsasən təyin eləmək olar. 5 dəfə 2 10, 8-i buradadırsa, deməli ikisi də buradadır. Onda 1 mol H2S alınacaq. Uyğun cavab 10-cu da B variantı. 11-ci sualda deməli maqnezium H2SO4-ün üzərinə maqnezium gəlmişik. Qatı olduğu suyun çıxmasından bilinir. Deməli burada qatıdır. Bu istiqamətə görə qatı. Dəmir 2 valentlidirsə, deməli bu ikinci durudur. Və kuprumla reaksiya getmirsə, deməli bu da durudur. 2, 3 duru turşu dediyinə görə uyğun cavabdır. 12-ci sualda hansı halda reaksiya üçün götürülən sülfat turşusunun qatı və ya duru olduğunu müəyyən etmək olmur? Hidrogen ayrılırsa bir mənalı şəkildə durudur. Maqnezium SO2 veribsə, deməli bu qatıdır. Sink sülfat zaten sink sabit valentli olduğuna görə hidrogen ayırsa və yaxud da ki ayırmasa da, yəni ki qatı da olsa, duru da olsa sink sülfat verir. Digərinə su verdiyinə görə, xrom da 2 valentli verdiyinə görə burada mütləq şəkildə burada qatı, burada isə duru olduğu bilinir. Amma C variantında təyin etmək mümkün deyil. 13-cü sualda hansı reaksiya nəticəsində hidrogen sulfid alınır? Natriumun qatı turşu ilə sülfatla reaksiyasının H2S alınır. Sonra feriumun qatıdan H2S alına da bilər, alınmaya da bilər. Orta aktiv olduğuna görə adətən SO2 kimi götürürük. Hidrogenlə kükürddən isə H2S alınır. Deməli 1 ilə 3-ü rahat şəkildə götürmək olar. Uyğun cavab A variantı. 14-cü sualda deməli metalı verib X, Y, Z olaraq və sülfat turşusundan reduksiya məhsulu. Baxaq, qatıda SO2, duruda da hidrogen. Deməli ki, bu məsələn orta aktiv ola bilər. Duru ilə reaksiya getmir, amma qatıdan SO2 verir. Məsəl üçün bu pasiv metal, kuprumdur. Tutaq ki, bu dəmirdir. H2S və hidrogen verirsə, bu da aktivdir. Məsələn, kalsiumdur, natriumdur belə. Deməli, X, Y, Z metalların reduksiyicilik qabiliyyətinin artması ilə, yəni ki, metallıq qüvvətləndikcə, onda Y, sonra X, ən güclü isə Z olacaq. Y, X, Z, görək hansıdır? C variantı 14-cü sualda. 15-ci sualda hansı maddə deməli, suda yaxşı həll olur, suda pis həll olur, suda praktik olaraq həll olunur? Barium SO4 praktik olaraq həll olunur. Buna 2-ni aid eləyəcək. Kalium sülfatdır, natrium sülfatdır. Bunlar çox yaxşı həll olur. 1, 4 bura. Kalsium SO4 isə pis həll olur. 3 də bura. 1, 4, 3, 2. Deməli, uyğun cavab A variantı. Keçdik 16-cı suala. Deməli, kuprumun qatı sülfat turşusunun reaksiyasından buradan SO2. Burada yazıram SO2-ni. Kalsium hidridin su ilə reaksiyasından ayrılan hidrogen. SO2-nin də hidrogenlə reaksiyasından kükürdlə su. Deməli, Z maddəsi olacaq bizdə Y variantı. 17-ci sualda duru sülfat turşusunun reaksiyasıdır. X ilə reaksiyasından X2 SO4, yəni reaksiya gedib də. Ona görə argentium ola bilməz. Bir valentli bunlardır. Sonra Y-ə baxıram, Y SO4 alınıb. Deməli ki, bu 2 valentlidir. Və pasiv ola bilməz, çünki duru ilə getmir. Artıq D, Y, B variantları getdi. Sonra Z ilə isə 3 valentlidir. Deməli, bu kalsium ola bilməz, çünki duru ilə dəmir ola bilməz, çünki duru ilə 2 valentli verir. Ona görə sabit 3 valentli olan alüminiumu götürəcəyik. Uyğun cavab C variantı. 18-ci sualda qatı sülfat turşusu hansı maddə ilə reaksiya daxil olmur? Qatı sülfat turşusu bu şəkəri kömürləşdirir. Karbonla reaksiyası var. Natrium sülfatla var. Natrium hidrosülfata keçir. Kuprumla var SO2. Amma silisium O2 ilə turşu oksidi olaraqdan, yəni turşu ilə turşu oksidi düzdür, reaksiyalar var istisna. Yəni ümumi şəkildə deyirik ki, o tipli reaksiyalar dində verilən suallarda götürülmür. Sonra keçdik 19-cu suala. Metalımız ferium və plümbümdür. Qatı sülfat turşusu ilə, burada durudur, bu isə qatıdır. Reduksiya məhsulu. Deməli, X və Y, sülfat turşusundan alınan. Deməli, burada duru olduğuna görə X-i hidrogen olaraq götürəcəm.
Amma burada isə ancaq qatı ilə gedir onsuz da. Buradan da SO2 alınacaq. Duru ilə getmir çünki. İndi baxaq X, Y-i tapmalıyıq da. Hidrogen və SO2. Uyğun cavab C variantı. 20-ci sualda metalların qatı sülfat turşusuna reduksiya məhsullarını tapın. Kalsiumda H2S, bu 1. Kuprumda SO2, 2 getdi bura. Dəmirdə də SO2, 3 də getdi bura. 1, 2, 3. Uyğun cavab elə A variantı. 21-ci sualda ferium, plümbium, xrom metalların qatı sülfat turşusuna oksidləşmə məhsullarını müəyyənləşdirin. Qatı sülfat turşusunda hamısı SO2 verir. Əgər duzları oksidləşmə məhsullarını istəyirsə, deməli qatı ilə 3 valentli plümbium hidro əmələ gətirir. Bu olmaz, bu olmaz. Elə Y variantı. Uyğun cavab artıq Y çıxdı. Burada da 3 valentli. Getdik 22-ci sualda hansı maddə adi şəraitdə həm duru, həm qatı sülfat turşusuna reaksiya daxil olur? Təbii ki, buradan aktiv, orta aktiv bu metallardan götürəcəyik. Bunların içərisində nisbətən ən aktivi olan maqneziumdur. Ona görə də uyğun cavab D variantı. 0,2 mol dəmirin artıqlaması ilə götürülmüş duru sülfat turşusuna reaksiyasından dəmir üstəgəl H2SO4, buradan alınacaq ferium SO4 və hidrogen. Təbii ki, birbaşa olaraq metalın valentliyi qədər yazsaydıq daha rahat idi. Məsələn, dəmirdən 1 molundan 1 mol hidrogen ayrılır şəklində. Onda 0,2 molundan da 0,2 mol ayrılacaq. Bu da 4,48 litr eləyir. Yəni, bu şəkildə də hesablamanı aparsaq daha doğru və rahat tez bazar olar. Hansı reaksiyada X həm xrom, həm dəmir ola bilər? Zaten xromla dəmir bir-birinin bacı qardaşdırlar, ikizdirlər. Demək olar ki, bütün reaksiyaları eyni tipdə gedir. Durudursa, həm dəmir, həm xlor ola bilər. Su ilə reaksiyada ferium 2O4 verən bu dəmirdir. Qatı ilə də ikisi də bu tipdə reaksiya gedir. 1, 3 uyğun cavab olacaq D variantı. 25-ci sualda hansı reaksiyada kükürt oksidləşdiricidir? Reduksiyicilərin yanında təbii ki, oksidləşdirici olacaq. Məsələn, hidrogen qüvvətli reduksiya edicidir. Metallar sərbəst halda reduksiya edicidirlər. Sadəcə duruda kükürt dəyişmir oksidləşmə dərəcəsini. Ona görə bunu götürmürük. Yəni, dördüncünü götürə bilmirik. Çünki buradan hidrogendir oksidləşdirici, kükürt yox. Amma qatıda elə hidrogen götürülür. Yəni, uyğun cavab 2 ilə 3 D variantı olacaq. 26-cı sualda hansı reaksiyada X kükürt dioksiddir? Yəni SO2-dən söhbət gedir. Qatıdan H2S verir. Bu olmaz. Kükürt qatı sülfat turşusu ilə SO2 və sudur. Bu olar. Deməli, götürürük. Kuprumun qatısı ilə buradan da SO2 alınacaq. Bunu da götürürəm. 2, 3 uyğun cavab Y variantı. Keçdi 27-ci suala. Hansı reaksiyada qatı sülfat turşusu götürülüb? Deməli, 2 valentli isə bu durudur, olmaz. Plümbium reaksiya gedibsə ümumiyyətlə qatıdır. Karbondakı qatı ilə gedir, duru ilə getmir. Ona görə də 3-ü də qatı kimi götürürəm. Uyğun cavab 27-də Y variantı. 28-ci sualda hansı halda qatı turşu götürülüb? Magnezium əgər hidrogen ayırıbsa, deməli bu durudur. Dəmir 3 valentli isə deməli qatıdır. Natrium H2S veribsə deməli qatıdır. 2, 3 uyğun cavab Y variantı. 29-cu sualda SO3 və H2SO4 üçün ümumi olan nədir? Kükürt atomu yalnız oksidləşdiricidir. Bu doğru. Güclü higroskopikdir. Bu da doğru. Uçucu mayedir. Bu SO3-ə aid eləmək olar hardasa, amma H2SO4-də yox. 1, 2 uyğun cavab Y variantı. 30-cu sualda kalsiumun natriumun, kuprumun reaksiyaları verir. Deyir, reaksiyaların reduksiya məhsullarını müəyyənləşdirin. Duruda hidrogen, qatıda H2S, buradan da qatıda SO2. Hidrogen, H2S və SO2 uyğun cavab B variantı. 31-ci sualda deməli, turşuları verib X, Y, Z, oksidləşdiricilik qabiliyyəti, reduksiyicilik qabiliyyəti. Əgər ancaq reduksiya edici olaraq veribsə, deməli, turşunun tərkibindəki mərkəzi atom minimum oksidləşmə dərəcəsini göstərir. Məsələn, H2S ola bilər. Həm oksidləşdirici, həm reduksiyicici isə bu ortadır. Məsələn, H2S, SO3 ola bilər. Ancaq maksimumda isə H2SO4. Çünki burada müsbət 6 maksimumdur, mənfi 2 minimumdur. Bu isə ortalıqda bir yerdədir. Uyğun cavab elə A variantı olacaq.
Keçdik. 32-ci sualda deməli hansı metallardan hazırlanmış qablarda adi şəraitdə qatı sülfat turşusunu saxlamaq olmaz? Adi şəraitdə qatı sülfat turşusu aktiv metallarla reaksiya girəcək. Ona görə də məsələn yox. Qatı sülfat turşusunu olar deyir. Olar. Olar deyirsə, deməli qatı sülfat turşusu adi şəraitdə dəmirdir, alüminiumdur, xromdur, nikeldir. Bunları passivləşdirdiyinə görə bunların reaksiya getmir. Ona görə də bunların hər ikisinin verildiyi reaksiyaya baxacaq. Yəni Y variantı olacaq. Alüminium, dəmir. Xrom nikeldə olsaydı yanında onu da götürərdik. Burada olar deyir. Yəni reaksiya getmədiyinə görə olar. Keçdi 33-də hansı reaksiyadan hidrogen alınır? Tamam. Deməli durudsa, təbii ki, buradan hidrogen alınacaq. Biri götürürəm. Kuprum-la reaksiya gedibsə, deməli qatıdır. Qatıdan hidrogen çıxmaz. Plümbümlə reaksiya gedibsə, qatıdır, çıxmaz. Yalnız bir A variantı. 34-cü sualda sülfat turşusunun reaksiyalarda argintimlə reaksiya gedib. Nə edir? Hansında qatı turşu götürülür? Argintimlə reaksiya gedibsə qatıdır. Əgər kalium nitratdan nitratı çıxarda bilmirsə, deməli durudur. Bu getdi. Xromla burada niyə ferium yazıb? Yəqin xrom yazmaq istəyib. Ya da burada dəmir yazmaq istəyib. İkisindən biri. İndi tutaq ki də 2 valentli alınıbsa, deməli durudur. Buradan hidrogen çıxacaq. Bizdən qatını istəyir də. Deməli bu da getdi. Sinklə su ayırıbsa, deməli bu qatıdır. Bunu da götürürəm. 1, 3. Uyğun cavab 34-də A variantı. 35-ci sualda hansı halda qatı sülfat turşusu götürülüb? 2 valentli olduğuna görə durudur. Kuprumdan gedibsə qatıdır. Hidrogen ayırıbsa durudur. H2S ayırıbsa qatıdır. 2, 4 uyğun cavab B variantı. 36-cı sualda X hansı metal ola bilər? X 2 valentli əmələ gətirib. Əgər qatı olarsa, onda sabit 2 valentli olacaq. Məsələn 1, yalnız 1. Başqa qoy görək seçə bilirikmi? Yox, 1-ə qatı deyək, duruya yazıramsa. Daha doğrusu 1-i həm qatı, həm duruya götürək də. Çünki sabit valentli olduğuna görə həm qatıda, həm duruda. 1-i hər ikisinə aid eləyəcək. İndi burada belə variantlarımız çoxdur. Bax, burada da 1 hər ikisində var, burada da. A-la D-yə baxaq. Sonra kuprum ancaq qatı ilə gedir. 1, 1, 3 ancaq qatı ilə. Dəmirdəki 2 valentlisə deməli duru iləndir. Onda 2-ni də yazıram bura. 1, 3, 1, 2. Harada var? 1, 3, 1, 2. A variantında. Getdik. Kükürdün qatı nitrat turşusu ilə reaksiyası. Deyir ki, reaksiyadan alınan məhsulları göstərin. Reaksiyadan sülfat turşusu alınır. Pasiv metallar kimi özünü aparır da. Buradan da NO2 qazı çıxır və su alınır. H2SO4, NO2 və su uyğun cavab Y variantı. 38-ci sualda qatı ilə reaksiyadan 3 valentli duzu, SO2 və su uyğun cavab D variantı. Keçdik 39-cu suala. Hansı reaksiyadan SO2 alınır? Kalsiumun sülfat turşusu ilə reaksiyasına H2S alınır ya da hidrogen çıxar. Ferium S2 oksigende yandırılında SO2 alınır. Sonra deməli ferium 2, SO4 3 valentlidir. Orta aktivdir. Onun parçalanmasından oksid və SO3 alınacaq. Yəni buradan da SO2 alınmır. 4-də də ki CO2, SO2 su alınır. Yəni buradan da SO2 çıxdı. Deməli 2, 4, 39-da D variantı. Keçdik 40-cı sualda. Adi şəraitdə bərk halda olan maddə, burada da S8 A variantı. 41-də hansı reaksiyada X sülfat turşusudur? Deməli, əgər sülfatsa barium SO4, xlordə nə zaman çıxardır? Çöküntü alınanda. Amma natrium olduğuna görə deməli ki, burada natrium 2 SO4-dür. Yəni sülfat turşusu deyil. Sonra natrium sülfatın üzərinə sülfat turşusu gələndə hidrosülfat alınır. Deməli, bu doğrudur. Natrium silikatın üzərinə sülfat gəlsən, silikatı çıxardar çöküntü halında və sülfatda keçər duzun tərkibinə. Deməli, bunu da götürə bilərəm. Onda 41-də də B variantını götürək. 42-ci sualda kuprum qatı sülfat turşusunun reaksiyasından buradan SO2-dir və X-i və
A-nın qiymətini. Deməli, baxaq, 2 mol kükürt var. Biri buradadırsa, onda biri də buradadır. A da bərabər olacaq 1-ə. 42-də D variantı. 43-cü sualda hansı reaksiyada qatı və ya duru sülfat turşusu götürülüb? Bu qatıdır, çünki duru ilə getmir. Qoy belə yazaq da onda. Qatıya yazaq 1. Sonra karbon qatı ilə gedir. 2-ni də buraya yazdıq da, bu da bu yazığa qalsın. İkivalentlidir, zaten durudur. Deməli, 1, 2 və 3 uyğun cavab 43-də A. 44-cü sualda 4 mol ferium S2-dən 75% çıxımla nə qədər sülfat alınır? Bax, ferium S2-dən 1 molundan 2 mol sülfat alına bilər. 4 molundan isə 4 dəfə kimi 8 mol sülfat alına bilər. Amma 75% çıxım deyəndə 8-in 75%-i qədər alınmış olacaq. Deməli, bu da neçə eləyir? 75-i 4, 3, bir dənə yazım. 8-in 75%-i 6 eləyərdi, 6. Uyğun cavab 44-də Y variantı. 45-ci sualda, deməli, x qram ferium S2-dən 75% çıxımla, qramdır da bu arada, 3 mol sülfat turşusu alınıb. 3 mol 75%-də alınıb. Onda 100% getsəydi, nə qədər alına bilərdi? Buradan tapıram x 4 mol. 4 mol ferium S2, daha doğrusu 4 mol sülfat alına bilərdi. 1 mol ferium S2-dən 2 mol sülfat alınır. Onda 4 mol alınması üçün mən bunu 2 mol götürməliyəm. 2 molun da kütləsi 240 qram eləyir. 45-də A variantı. Gəldik 46-cı suala. Sülfat turşusu istehsalında istifadə olunan ferium S2 480 qramdır və praktiki çıxımı hesablayaq ki, buradan deyir 6,4 mol alınıb. 480 qram eləyir 120-yə böləndə 4 mol. İndi 4 moldan ferium S2-dən əslində 8 mol sülfat alınmalıydı. Amma 6,4 alınıb. Əgər 8 alınsaydı, deyərdi çıxım 100% ilə gedib. 6,4 alınıbsa x faiz çıxımla baş verib. İndi buradan hesablayaq. 8, 0,8, 1. Bu da eləyir 80%. Yəni uyğun cavab 48-də. O neçədir bu? 46 deyəsən. 80%, yəni B variantı. Aha. Keçdik 47-ci sualımıza. X-in deməli sülfat turşusu ilə reaksiyası XSO4 H2S və sudur. Təbii ki, H2S verirsə bu aktiv metal kimi götürək. Orta aktiv də ola bilər, amma qatıda məhsul ekvivalentli verirsə, ferium məsələn biz götürə bilmərik. Kalsium amma götürə bilirik. 47-də A. 48-ci sualda adi şəraitdə H-xlorla və qatı sülfat turşusunun reaksiya qabiliyyətinə görə metalları ayıracağıq. Deməli, bu variantlarımız tam düşsün. Aha. Deməli, X ilə Y H-xlorla reaksiya girir, amma qatı sülfatla reaksiya girmir. Deməli, qatı sülfatla adi şəraitdə girməyən dəmir, xrom, nikel, bir də alüminiumdur. Bunlardan birini tapaq da X və Y üçün. Deməli, məsələn, bu ola bilər, bu ola bilər. Sonra H-xlorla gedir, amma qatı sülfatla reaksiya qabiliyyəti yoxdur. Hə, bu yoxdur, ancaq X-ə aiddir. Amma bu birisilər Y hər ikisi ilə gedir. Hər ikisinə aiddir. Çünki Y ikisində də plus olan hissədir. Onda bu olmaz. Yox, qatı verib də ancaq. Hər ikisi ola bilər. Yox, duru ilə H-xlorla getməz düzdür. Kalsiumla gedər. Sonra Z maddəsi isə H-xlorla getmir. Kuprum düzdür bu. Amma qatı sülfatla gedir. Hə. Duru turşular pozitiv metallarla getmirlər. Ona görə də C variantı doğru ifadədir. 49-cu sualda gəldik, çıxdıq 49-a. Tərkibində X mol ferium S2 və 3 molda kükürt olan qarışıq 9 mol sülfat turşusu əmələ gəlib. Təbii ki, buradan 3 molundan 3 mol sülfat əmələ gələcək kükürtlərin sayına və deməli 6 mol sülfat da buradan əmələ gəlib. İndi 1 molundan 2 moldursa, onda 3 molundan da 6 mol əmələ gələcək. Deməli, ferium S2 də 3 moldur. 3 molun da kütləsi eləyir 120-ni vuranda 3-ə 360. 49-da A variantı. 50-ci sualda. Deməli, mineralda piritin kütlə payı deyir 60%-dir.
Deməli, bax, tutaq ki, indi mineralımız biz 120 ilə işləyək elə, çünki faiz istəyir də, fərqi yoxdur. Tutaq ki, özümdən qoyuram ki, əgər 120 qram fermi eski varsa və bu da 60%dirsə, kütlə payı deyir də, çünki mineralımızın ümumi kütləsi nə qədərdir? Hər hansı bir x yazıram. 2, 1, x-i tapıram 200. İndi ferium S2-nin tərkibində 64 qram kükürt var. Düzdürmü? İndi ümumi də 200-dürsə, əgər mineralımız 64 200-ün neçə faizini təşkil edir? Buradan da hesablayıram 32%, 50-də Y variantı. Keçdik 51-ci sualda. Hansı reaksiyada duru sülfat turşusu götürülür? Hidrogen ayrıbsa duru sülfatdır. Kuprum reaksiya gedibsə qatıdır. Ekvivalentlidirsə durudur. 1, 3, uyğun cavab C variantı. 52-ci sualda yenə metal XYZ-dir. Deyir, adi şəraitdə qatı sülfat turşusu passivləşir. Dəmir, xrom, nikel, alüminium. Deməli, bu olmaz. Bu da olmaz. Getdi. Sonra adi şəraitdə reaksiya girir. Adi şəraitdə reaksiya girir. Z-də isə ümumiyyətlə reaksiya girmir. Reaksiya girmirsə bu qızıldır. Bu da maqneziumla da girir. Deməli, üçün də ödədiyi şərt olur D variantı. 53-cü sual da. Deməli, metalımız maqneziumdur. H2SSO2 kükürt dediyimiz kimi, əgər qatılıq artdıqca, temperatur azaldıqca oksidaşma dərəcəsi artır. İndi bunları müqayisə eləsək, ən az temperatur olacaq T1-də, sonra T3-də, ən çox da olacaq, tərsinə mi yazdım, deyəsən işarələri, belə, T3-də, T3-dən də böyük T2-də. Deməli, indi T2, T3, T1 uyğun cavab 53-də C variantı. 54-cüdə, deməli, kalium K2O7 parçalanır. Buradan SO3-ün alınma reaksiyasından biridir. Buradan alındı SO3. SO3-ün də kalium hidroksidlə reaksiyasından kalium 2 SO4 və su 2 mol kalium OH götürülüb də. 2 moldusa, onda buradan deməli, alsam kalium 2 SO4, HOH qalır. Deməli, buradan da su çıxacaq. Y-imiz kalium 2 SO4 olacaq. Çünki burada da kalium 2 SO4 alınır. Burada da su. SO3, kalium 2 SO4, su. Uyğun cavab B variantı. Növbəti 55-ci sualda, deməli, metal XYZ olaraq göstərib, qatı sülfatla reduksiya məhsulu SO2-dir, duru isə getmir. Deməli ki, bu pasiv metaldır. Gümüşdür, civədir, misdir, bunlardan biridir. D ilə Y getdi burada. Daha sonra Y nə qatı ilə, nə duru ilə getmirsə, bu qızıl platindir. C variantı da getdi. Qatıda H2S, duruda hidrogen verim. Bu da aktiv metal olmalıdır. Mis olmaz. Ona görə də B variantı 55-ci sualda. 56-cı sualda 4 mol barium xlorid, 3 mol da natrium sülfat qarışdırılıb. Reaksiya axıra qədər gedib. Son məhulda hansı iyonlar qalmaz? Baxaq reaksiyaları. Natrium sülfat. Reaksiya 1-in 1-ə nisbətində gedir və barium SO4 alınır. Bu 4 moldur, bu 3 moldur. Reaksiya 1-in 1-ə getdiyinə görə az hansısa o bitir. 3 mol gedəndə bitir. Barium xloriddən içərisində həm barium var, həm xlor var. Yəni, bunlar var da, məhlulda var. Amma natrium sülfat qurtardığına görə natrium xlor şəklində məhluldadır. Yəni, iyonları dissosiasiya etdiyinə görə. Bu, tamamilə bitən hansıdırsa, bunun tərkibindəki iyon da tamamilə bitib. Barium SO4 bitib. Düzdür, barium SO4-də barium iyonunun sayı azalıb, amma barium xlorid şəklində hələ artıq qaldığına görə var. Amma SO4-dən artıq da qalmayıb, ona görə çökərək hamısı bitib gedib. Yəni, hansı iyon qalmaz? Yalnız SO4 qalmaz. 56-da B variantı. 57-ci sualda sinkin qatı sülfat turşusuna reaksiya zamanı H2S-in çıxımı nə zaman artar? Yəni, nə zaman H2S alınır? Dedik ki, əgər turşunun qatılığın azaltsam, getdikcə qatılıq azaldıqca H2S-ə doğru gəlir, -2-yə. Qatılıq azalanda. Yəni, bu olmaz. Qabın temperaturunu da artıranda. Ona görə də temperaturun artmasını da götürürəm. Yalnız 3 buradan uyğun gəlir. 57-də C variantı.
58-ci sualda müəyyən miqdarda natriumun üzərinə artıq miqdar duru sülfat gəlmiş. Natrium duru məhlula əlavə olunanda buradan hidrogen qazı çıxır. Ona görə də hidrogenin alınması doğrudur. Sonra natrium hidroksid və sulfat turşusu arasında sulfat turşusu müəyyən miqdar natriumdur. Yəni natrium azdır, amma sulfat artıqdır. Ona görə sülfatın kütləsi biraz azalmağı doğrudur. Yəni tam azala bilməz. Amma natrium tamamilə azalmalı idi. Çünki sulfat çoxdur axı. Natrium tamamilə bitməli idi. Yəni bu yanlışdır. 2 ilə 3 isə doğrudur. 58-də Y variantı. 59-cu sualda müəyyən miqdar natrium metalı üzərinə artıq miqdar qatı sülfat turşusu. Artıq burada qatı gəlib, duru yox. Deməli müəyyən miqdardır. Ona görə natrium bitməsi doğrudur. Qatı olduğuna görə deməli buradan hidrogen çıxmaz. Bu yanlışdır. Qatı sülfat turşusu artıq miqdarda olduğuna görə bu tamamilə bitməz. Bundan müəyyən qədər artıq qalmalıdır. Yəni bu da yanlışdır. Deməli doğru olan qrafik bir dənə 1. Yalnız 1 Y variantı. 60-cı sualda deməli baxaq görək burada nədir? X, Y, Z, T-ni müəyyənləşdir. Məsələn, ferium 2SO4 3 parçalananda nə alınır? Ferium 2O3 ta ki əgər budursa da ferium 2O3 və SO3. Yəni 2 məhsul verən SO4-lərdən orta aktivlərdir. Burada da budur. İndi kalium sülfatda da 2 məhluldur. SO3 ilə kalium 2SO4. Bu da ola bilər. Sonra deməli T maddəsi yox. Y maddəsi su ilə reaksiya girir. SO3 su ilə məsələn YSO3 olsa, Y yoxdur da indi burada variantlar içərisində. Y əgər SO3 olsa, deməli burada SO3 olmadığına görə Z maddəsini götürməyək. Ola da bilər, gözləyək hələ. Deməli əgər Y SO3-dürsə, SO3-ün su ilə reaksiyasından H2SO4 alınır. T maddəsi H2SO4. Yəni ki, buradan bir dəqiqə baxaq görək nədir. Z ferium 2O3 ola bilər. T-də H2SO4. Bu düz gəlir. İndi görək Z ilə T həqiqətən də X verirmi? Z nə oldu bizdə? Z oldu ferium 2O3 Z maddəsi. T-də oldu sülfat. Ferium 2O3-ün üzərinə sülfat gələndə H2SO4 T maddəsi. Buradan ferium 2SO4 3 X maddəsi, amma su niyə? Bir də suda. Ferium 2O3 bir də su. Düzdür. Onda elə A variantı doğrudur. 60-da, yəni hamısı bir-birinə oturdu, belə deyək. Tam olaraq uyğun gəldi. Keçdik 61-cidə hansı reaksiyada X eyni maddədir? Kalium hidroksidin kükürtlə reaksiyası. Kalium 2SO3, kalium 2S, bir də su. Bu X maddəsi. Sonra natriumun qatı sülfat turşusu ilə, çünki buradan su ayrılıbdır, qatıdır. Buradan alınır H2S. Sonra kuprumun sülfat turşusuna reaksiya gedibsə, bu SO2. Kalium yod H2SO4 ilə reaksiyasından, deməli buradan da H2S. Yodda reduksiya məhsulu H2S. İndi görə hansı eyni oldu? 2 ilə 4 eynidir. Uyğun cavab D variantı. Hansı çevrilmədə yalnız qatı sülfat turşusu götürülməlidir? Məsələn, duru halda xloridi çıxarda bilməz sülfat turşusu. Ona görə də əgər natrium xlorla reaksiya aparmaq istəyirəmsə, mən onu qatı götürməliyəm. Bu qatıdır. Barium nitratda qatı da olsa, duru da olsa reaksiya gedir, çünki çöküntü alınır. Həm qatı ola bilər, həm duru ola bilər. Kalsium karbonatın üzərinə hansını əlavə eləsən reaksiya gedəcək. Çünki karbonat hamısından zəifdir. Həm qatı, həm duru. Ona görə də yalnız qatı birincidə. Uyğun cavab A variantı. 63-cü sualda, deməli, növbəti 64-cü sualda kalium hidrosulfat parçalanır. Kalium hidrosulfatın parçalanmasından kalium disulfat, yəni kalium 2S2O7, yəni kalium sülfatın içərisində bir dənə də SO3 var da, elə bil o şəkildə. Sonra bunda parçalanmasından kalium 2SO4 və də SO3 qazı çıxır. İndi deyək ki, bu alınan Y maddəsi, SO3 maddəsi, qaz deməyim də. Y maddəsi üçün hansı ifadə doğru deyil? Reduksiya edicidir, bu yanlışdır. Yalnız oksidləşdirici, çünki müsbət 6-dır. Higroskopikdir, doğru. Polyar molekuldur, qeyri-polyardır.
Deməli 1 ilə 3 yanlışdır. Uyğun cavab 63-də Y variantı. Keçdik 64-cü sualda. H2SO4 qatıdır dəmirlə reaksiyasını. Deməli, dəmirlə reaksiyada təbii ki, bizdə hansı nəticə oluşur, hansı mərhələdə kükürt iyonu reduksiya olunur. Deməli, buradan bəli kükürt reduksiya olunur. Çünki qatıdan məhsul olaraq SO2 çıxır. Kükürdün müsbət 6-dan müsbət 4-ə dəyişməsini görürük. Sonra SO2-nin oksigenlə reaksiyasının SO3 alınacaq. Yenə də burada görürük ki, kükürdü dəyişin, amma müsbət 4-dən müsbət 6-ya gelib elektron verib. Yəni, reduksiya edicidir, oksidləşib. Ona görə də burada reduksiya olunur deyir. Yəni, birinci mərhələdə olunur, ikincidə yox. SO2-nin natrium hidroksidlə reaksiyasından deməli, buradan həm oksidləşir, həm reduksiya olunacaq. Daha doğrusu yox. Heç bir oksidləşmə dərəcəsini dəyişməyəcək. Çünki natrium HSO4 əmələ gələcək. Yəni, burada da müsbət 6, burada da müsbət 6. Heç bir oksidləşmə reduksiya baş vermir. Yəni, burada da yoxdur. Yalnız 1. Uyğun cavab A variantı. Getdik növbəti 65-ci sualda. 2 mol kalsium 10 mol sülfat turşusu saxlayan qatı məhluldan tam reaksiya girir. Kalsium üzərinə gəldim H2SO4. Oy. Bir dəqiqə. Aha. Kalsiumun üzərinə gəldim qatı sülfat turşusu və alındı kalsium SO4, H2S və su. İndi əmsallaşdıraq. Kalsium 0-dan müsbət 2-yə gəlib 2. Kükürt müsbət 6-dan mənfi 2-yə gəlib 8. 1, 4, 4, 1. 4-ü yazıram kalsiuma. 1-i də yazıram H2S-ə. Onda sülfata düşür 5. Burada düşəcək 4. Aha. Sonra nə soruşur bizdən? Deməli, 2 molla 10 mol sülfat. Yaxşı, 10 mol sülfat gedəndə bundan daha çox lazımdır, 8 mol lazımdır. Amma əslində 2 moldur. 2 moldursa, deməli, azdır kalsium. Kalsiumun az olmasına görə 10 mol sülfatın hamısı reaksiya girə bilməz. Hətta 5-in yarısı qədər, yəni 2,5 reaksiya girəcək. Və onda 2 mol kalsium SO4, 0,5 mol H2S, 2 mol da su alınmış olacaq bu reaksiya nəticəsində. Yəni 10 mol sülfatdan cəmi 0,5 molu burada reduksiya olunmuş olur. Deyir, turşunun neçə faizi reduksiya olunar? 10-dan 0,5-i. Yəni 0,5 onun neçə faizini təşkil edir? Bu da 5% eləyəcək. Uyğun cavab A variantı. 66-cı sualda reaksiyalardan alınan kükürt oksidlərini müəyyənləşdirin. Argentiumla reaksiyadan argentium SO2 və oksigen alınır. Alınan kükürt oksidi SO2-dir. Alüminium sülfatda deməli alüminium 2O3 SO3 şəklindədir. Yəni kükürt oksidi SO3-dür. Feryum eskinin yanmasından da buradan da SO2 alınır. Yəni SO2, SO3, SO2 deməli 1, 3 və 2. Uyğun cavab 66-da C variantı. 67-ci sualda X deməli parçalanır metal turşu oksidi. Bu pasiv metaldır. Yəni argentium ola bilər. Sonra passivlərdən civə ola bilər. 1, 2, D variantı mümkündür. 68-ci sualda tərkibində 40% qarışığı olan 2 kiloqram pirit. Görə 2 kiloqram piritin tərkibində 60%-i təmiz piritdir də. Deməli 2000-i vururuq 60-a bölürük 100-ə. Bu da eləyir 1200. Deməli 1200 yəni 10 mol pirit eləyir. 10 mol feryum S2. Deməli, piritdən alınan sülfat turşusundan neçə litr 0,5 molar qatlıqlı məhlul hazırlamaq olar? Feryum S2-dən əgər çıxım 100%-dirsə, onu 2-yə vuranda 20 mol sülfat turşusu hazırlamaq olur. Mol olaraq nü bərabərdir 20-dir. Qatlığı da verib 0,5. Onda V bərabərdir nü bölünsün C. Düsturundan 20-ni bölürəm 0,5-ə, bu da eləyir 40 litr. 40 litr deməli sülfat turşusu məhlulu hazırlamaq mümkündür. Növbəti 69-cu sualımızda. Deməli, qatı sülfat turşusuna reaksiya daxil olan maddələr X və Y-dir. Alınan maddələrin sayı qatı sülfat turşusu ilə. Məsələn, karbon qatı sülfat turşusuna reaksiya etsək, CO2, SO2, su. Yəni 3 dənə maddə əmələ gətirir, bu doğrudur. Kükürddə SO2 və sudur, bu olmaz. Kalsium karbonat H2SO4 ilə reaksiya girsə, kalsium SO4, su və CO2, bu da ola bilər. Sonra natrium yod. Natrium yodun sülfat turşusu ilə reaksiyasından deməli natrium sülfat
yod, H2S və su. 4 dənə məhsul əmələ gəlir. Onda 4 dənə məhsula biz götürək kalium yodu. Bu A variantı tamamilə ödənmiş oldu. Digərlərini daha yoxlamağa ehtiyac yoxdur. Qatı məhlulda natrium yod, kalium yod eyni şeydir. Yəni reaksiyada 4 məhsul, karbonda isə 3 məhsul. Növbəti keçdik 70-ci sualımıza. Kuprum və aurumdan ibarət 10 qram qarışıq var. Qatı sülfat turşusuna təsir eləmişik. Təbii ki, aurumda reaksiya girməyəcək. Qatı sülfat turşusuna reaksiya girən kuprumdur. Deməli, alınacaq kuprum SO4, SO2 və su. Və indi buradan deməli, baxaq deyir, təsir etmə qarışığın kütləsi 3,2 qram azalıb. Yəni 10 qram qarışıqdan 3,2 qramı reaksiya daxil olub. Onda deməli kuprum 3,2 qram imiş. Və bu zaman alınan qazla maksimum neçə qram natrium hidroksidi neytrallaşdırmaq olar? SO2-dən söhbət gedir. Görək nə qədər məhsul alınır ümumiyyətlə. Deməli, kuprum 0-dan gedib müsbət 2-yə, iyon arasındakı fərq 2-dir. Kükürt müsbət 6-dan müsbət 4-ə gəlibsə, deməli, iyonlar arasındakı fərq 2-dir, 1-1. Onda burada 1 yazıram, kupruma da 1 yazıram. Onda H2SO4 olacaq 2, bu da oldu 2. Deməli ki, 1-in 1-ə nisbətindədir də kuprumdan SO2. Onda 3,2 qram, 3,2-ni 0 neçə eləyir? 64-ə bölək. 3,2 bölü 64 eləyir 0,5. Onda ilə reaksiyadan 0,5 molda SO2 alınır. Və natrium hidroksidlə SO2-nin tam neytrallaşma reaksiyası 1-in 2-yə nisbətindədir. Onda bu 0,5-dirsə, digəri də 0,5 vur 2, yəni 0,1 moldur. Bu da 4 qram eləyir. Uyğun cavab A variantı olacaq. 71-ci sualda deməli qatı sülfat turşusu ilə duru sülfat turşusunun xassələrini müqayisə eləyəcək. Deməli ki, qatı sülfat turşusu. İndi şəkəri kömürləşdirir, bu qatıya aiddir. Biri yazıram bura. Metallarla reaksiyada hidrogen oksidləşdiricidir, bu duruya aiddir. Məhlulda kalsium xloridlə reaksiya daxil olur. Əslində başqa metal olsaydı da çöküntü verməyən xloridi çıxartmazdı. Məsələn, natrium xloru olsaydı duru çıxartmazdı. Burada kalsium olduğuna görə kalsium SO4 çöküntüsü əmələ gəlir. Çöküntü əmələ gəndə həm qatı, həm duru ikisi ilə də gedir. Dəmir ekvivalentli duz əmələ gətirir. Bu ferrium SO4 duruya aiddir. Daha doğrusu H2SO4 duruya aiddir. 6 valentlik göstərir. Bu hər ikisinə aiddir. Kükürt 6 valentlidir ikisində də. 1, 3, 5, 2, 4. Uyğun cavab A variantı. 72-ci sualda 200 qram 51% aliyum məhlulunda, bu aliyum məsələlərində də izah eləmişdik. 200 qram 51%, yəni 200-ün 102 qramı SO3-dür, yerdə qalan 98 qramı da H2SO4-dür. İndi 98 qramın içərisində nə qədər kükürt var? Yəni 1 molunda. 32 qram kükürt burada var. Görək 102-də nə qədərdir? 80-də 32-dirsə, 102-də də deməli 102-ni vuraq 32-yə bölək 80-ə. İdir 40,8. Deməli buradan da 40,8 kükürt də burada var. Ümumi 200 qramın içərisində nə qədər kükürt var? 40,8 ilə 32-nin cəmi. Yəni 72,8. Onda bu 200-ün neçə faizini təşkil eləyəcək? Bunda 36,4% eləyir. Yəni uyğun cavab 72-də C variantı. Keçdik, variantlar qutardı. Keçdik açıq suallara deməli. Uyğunluğu deyir müəyyənləşdirin. Metalların uyğun şəraitdə sülfat turşusuna reaksiyasına alınan duzun formulu. Duru ilə 2 valentli, qatı ilə 3 valentli. Bura məsələn dəmirdir, xromdur. Həm 2, həm 3 verə bildiyinə görə A ilə Y-ni yazıram ortaq olaraq, yəni 2-yə. Alüminium ancaq 3 verir. B getdi bura. Sonra sink sabit 2 verir. D-ni yazıram bura. Magnezium da sabit 2-dir. C-ni də yazıram bura. D, C, A, Y və B. Uyğunlaşdı. Keçdik 74-də. Neçə mol ferrium S2-dən 80% çıxımından 4 mol sülfat almaq olar. X-dən X mol ferrium S2-miz var tutaq ki. Bu 80% çıxımı demək ki, bunun 0,8 X qədəri reaksiya daxil olur. Və 0,8-i 2-yə vuranda 1,6 X qədər də sülfat alına bilər buradan. Və 1,6 X nədir? 4 moldur. Onda yazıram 1,6 X bərabərdir 4-dürsə, X də bərabərdir
4 bölünsün 1,6. 4'ü bölə 1,6'ya. Yəni 2,5 mol eləyəcək. Burada nə mol istəyir də, düzdürmü? Neçə mol? Hə. Uyğun cavab olacaq 2,5. 75-ci sualda deyir hansı qablarda qabdan eyni qaz ayrılar? Baxaq reaksiyalarımıza. Natrium qatıdan H2S, kalsium durudan hidrogen, karbon qatıdan CO2, SO2, indi kükürdə aid olanlardan yəqin soruşur da bu. Kuprum qatıdan SO2, kuprum duru ilə getmir. Deməli, SO2 ancaq 3 ilə 4-də eyni oldu. Onda uyğun cavab 3, 4. Keçdi 76-cı sualda, deməli H2SO4-dür, kuprumdan reaksiyası, deməli qatı sülfatdır da. Buradan reduksiya məhsulu olaraq SO2, SO2 oksigenlə SO3, SO3 də natrium oksidlə natrium 2 SO4. Deyir, Z maddəsi üçün hansı ifadələr doğru verilmişdir? Sülfat turşusunun duzudur, doğru, sülfit olmaz. Suda məhlulu qələvi mühitdir, neytral mühitdir, bu da yanlış. Qüvvətli elektrolitdir, bəli, kalium hidroksidlə reaksiya daxil olmur, bu da doğrudur. 1, 4, 5 olacaq uyğun variantımız. 1, 4, 5. Sonra 77-ci sualda kalsium sülfat turşusunun reaksiyası. 3 dənə məhsul alınıbsa, deməli bu qatıdır və qatıda da verir H2S. X maddəsi üçün hansılar doğrudur? Turşu oksididir, yox, turşunun özüdür. Suda məhlul lakmusu qırmızı rəngə boyayır, doğru. Adi şəraitdə qazdır, doğru. Oksigenlə reaksiya daxil olmur, niyə ki 2 cürə tam və natamam. Zəhərlidirmi? Bəli. Xarakterik iyilidirmi? Bəli. Deməli 2, 3, 5, 6 oldu doğru variantlar. 78-ci sualda H2SO4 qatısı və durusu. Reaksiya məhsuluna əsasən X-in hansı turşu ola biləcəyini müəyyənləşdirin. Alüminium reaksiya girirsə həm qatı, həm də duru ola bilər. Deməli A variantını ortaq olaraq yazdıq. Kalium hidrogen ayırırsa bu durudur. Deməli B getdi bura. Civə SO2 ayırıb, zaten duru ilə getmir də, qatı ilə gedib ki, SO2 ayırıb. Kuprum reaksiya giribsə zaten qatıdır. Ferum 2 valentlidirsə durudur. Deməli C, D, A və B-yi uyğun olaraq uyğunlaşdırdıq. 79. 2 valentli metalın sülfidi, yəni metal S. Belə yazıram. Bilmirik də hansı metaldır. 7,2 qramı yandırıldıqda, deməli 72 qramı deyək ki 22,4 litrdə 1 mol qaz ayırır. Yanında burada metalın ekvivalentidir, metalın oksidi, bir də ki SO2 çıxır. Deməli ki reaksiya, görə əmsallaşdıraq görə neçə gedir. Oksigen, bura 2 yazsam, burada 2 yazıram, onda burada 2 yazıram, 6, burada 3 yazıram. Deməli, əgər 22,4 litr qaz ayrılırsa, onda 1 molda metal S reaksiya daxil olur. Onda 1 molunun kütləsi 72 qramdır. Onda metal üstə gəl 32, bu da bərabərdir 72. Buradan da metal nəyə bərabərdir? 40-a. 79-da cavab olacaq 40. 80-ci sualda uyğunluğu deyil müəyyənləşdirin. Reaksiya məhsulu oksigen, SO2 və flor. Kalium xloratın manqan O2 iştirakında parçalanmasının oksigenin laboratoriyada alınmasıdır. A variantını yazıram bura. Kuprum qatı ilə SO2 qazı verir. B-ni yazırıq bura. Alüminium sülfatın parçalanmasının SO3 var. Məhsulda yoxdur. Kalium florun elektrolizindən buradan flor alınacaq. D variantı bura. Kükürtlə də birbaşa SO2 verir. Y variantda bura. A, B, Y və D şəklində uyğunlaşdırmış oluruq. 81-ci sualda deyir ki, uyğunluğu müəyyənləşdirin. Metal X, Y, Z-dir. Qat sülfat turşusu ilə oksidləşmə məhsulu 2 valentlidirsə, deməli qatıda 2 valentli. Məsəl üçün oksidləşmə məhsulu deyir də burada. Deməli, bura götürəcəm. Deməli 2-ni, bir dəqiqə, A variantını plümbüm H2SO4-də əmələ gətirir. A-nı yazırıq bura. Sonra kuprum, məsələn qatı ilə kuprum SO4 verir də. Kuprum bura yazmaq olar. Kuprum SO4 metaldır. H2SO, kuprum SO4, SO2 və su.
Oksidləşmə məhsulu XSO4 biraz. X2SO4 3 bu da BY variantı olaraq B variantı, Y variantını yazdıq. Natriumda, burada sadəcə natrium 2SO4 olmalıdır. Ona görə natriumu götürmürük. Yəni formula uyğun gəlmədiyinə görə. Deməli, plümbium aid oldu hidroya, kuprumu ekvivalentli olduğuna görə kuprumu götürdük bura. Digərlərdə həm 2, həm 3 olur. Qatıda 3 valentlik göstərə bilir. BY də Z-ə aiddir. Uyğunlaşdırılmış C, A və BY şəklində uyğunlaşdırmış oluruq. 82-ci sualda qatı sülfat turşusunun reduksiya məhsulu H2SO2 və reduksiya olunmur deyir. Reduksiya olunmuşsa deməli ümumiyyətlə reaksiya girmir. Onda bu qızıldır. Bu getdi. Platindir həmçinin. C variantı da. Sonra digərlərindən olur. Məsələn, qatıda natrium H2S verir. Deməli A variantını yazıram bura. Dəmirlə xrom zaten bacı qardaşlardır. Qatıda B ilə D-ni götürürəm. A, B, D, C, Y şəklində uyğunlaşdırdıq. 83-cü sualda qatı sülfat turşusunun doğru olan ifadələri müəyyənləşdirin. Kükürt ionu yalnız oksidləşdiricidir. Qatı sülfatda bəli. Uçucu mayedir, yanlış. Güclü higroskopikdir, doğru. Bütün metallarla reaksiya daxildir. Qızıl platinlə olmur. Daha pozitivlər də var. Oduncağı kömürləşdirir. Bu doğrudur, qatıya aiddir. Deməli 1, 3, 5 doğru variant. 84-cü sualda, 84-cü suala, deməli, X milli 2 molyar qatlıqlı natrium hidroksid məhlulu var. Onda natrium hidroksid bərabər olacaq. X millini 1000-ə böləndə 0,1 X. Bunu da vururam 2 molyara. Yəni, bərabərdir C V düsturuna əsasən. Bu edir 0,2 X. Bu natrium hidroksidim oldu. H2SO4 isə 0,2-ni vururam 3-ə. Bu da edir 0,6. Reaksiya zaten 2-nin 1-ədir. 2 mol natrium hidroksidlə 1 mol H2SO4 tam neytrallaşırlar. Onda bu 0,6-dırsa natrium hidroksidi 1,2-dir. Yəni bunu 1,2-yə bərabər edirəm. Və buradan tapacağım ki, X, yəni həcm nəyə bərabərdir? X bərabərdir 1,2-ni bölürəm 0,2-yə. Hesablayaq. 1,2 böl 0,2. Bu da edir 600. Deməli, cavab olacaq 684-cü sualda. 85-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin. Adi şəraitdə aqreqat halına görə kükürt bərkdir, SO2 qazdır, SO3 mayedir, H2SO4 adi şəraitdə mayedir, H2S də qazdır, A, C, D, B, Y şəklində. Keçdik 86-cı sualda. Deməli, doğruları istəyir. Doğru olanları müəyyənləşdirin. Deməli, maddəmiz H-xlordur. Tətbiq sahələrini istəyir. Kağız və parçaların ağardılmasında. Bu xlordur da, bu H-xlor deyil. Hidrogen az aktiv metalların alınması. Bəli, az aktiv metalların alınmasına hidrogen reduksiya edici kimi istifadə olunur. Hidrometallurgiyada, belə deyək, pirametallurgiyanın bir qolu kimi. Kuprum SO4 5 molekula su, bu deməli bitki ziyanvericiləri, xüsusən də məsələn üzümçülükdə mildium xəstəliyinə qarşı istifadə olunur. Bu da doğrudur. Oksigen yanğının söndürülməsi əksinə yandırılmasıdır. Bu olmaz. Qazların qurudulmasına SO3 bəli higroskopikdə istifadə olunur. 2, 3, 5. Bu da doğru variant və sonuncu sualımız bölmə üzrə. Deməli, uyğunluğu müəyyənləşdirin. Adi şəraitdə qatı və duru ilə reaksiya daxilində. Z məsələn həm qatı ilə, həm duru ilə adi şəraitdə reaksiya daxil olur. Deməli ki, məsələn maqnezium bura götürə bilərəm. Həm qatı ilə, həm duru ilə girən. Sinki götürə bilərəm. Xüsusən də valentliyi də 2-dir. Deməli ikisində də ödənir. Deməli bura C ilə Y-ni aid elədik. Sonra alüminium 3 valentlidir. Həm qatı ilə, həm duru ilə gedir, amma 3 valentlidir. Ona görə deməli reaksiya daxil olur və 3 valentlidir. Qatı ilə niyə daxil? Adi şəraitdə xrom, alüminium, dəmir, xrom, nikel. Bunları adi şəraitdə qatı ilə girmirlər ona görə. Dəmiri də elə buradan hesablamaq olar. Sadəcə dəmir
qatı ilə 2 valentdir, metal duru ilə 2 valentdir, qatı ilə 3 valentlidir. Burada isə alınan duzda deyir 3 olsun. Ona görə dəmiri heç birinə aid eləməyəcək. Alüminium isə ikinciyə aid eləyəcək bu D variantını. Mis deməli qalır, X-ə mis qalır da ancaq. Qatı sülfat üstünə reaksiya gedir, duru ilə getmir və 2 valentlidir. Bu da doğru variant elə A'dır. A, D və C, Y şəklində də uyğunlaşdırdıq.